Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about traveling by taxi. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description, fill out to apply, and see if our lessons are the right fit for you. So let's get started. In this situation, I will be passenger, also taxi driver, and I will explain you how to, order taxi or how to, travel. So, uh, first of all, I will be passenger. Salam, Nizami küçəsinə gedirik. Təxminən neçə dəqiqəyə çatarıq? Təxminən neçə dəqiqəyə çatarıq? Salam, Nizami küçəsinə gedirik. Təxminən neçə dəqiqəyə çatarıq? Salam, Nizami küçəsinə gedirik. Təxminən neçə dəqiqəyə çatarıq? Which means, hello, we are going to Nizami Street. Approximately, how long will it take? Approximately, how long will it take? How long will it take? Təxminən neçə dəqiqəyə çatarıq? Təxminən neçə dəqiqəyə çatarıq? Nizami küçəsinə gedirik. Təxminən neçə dəqiqəyə çatarıq? Salam, yol açıq olsa təxminən 15 dəqiqəyə çatarsınız. Amma indi biraz sıxlıq var. Salam, yol açıq olsa təxminən 15 dəqiqəyə çatarsınız. Amma indi biraz sıxlıq var. Amma indi biraz sıxlıq var. Yol açıq olsa təxminən 15 dəqiqəyə çatarsınız. Amma indi biraz sıxlıq var. Which means, hello, if the road is clear, you'll arrive in about 15 minutes, but traffic is a bit heavy now. Yaxşı, problem deyil. Neçə manat olacaq təxminən? Neçə manata olacaq təxminən? Neçə manata olacaq təxminən? Yaxşı, problem deyil. Neçə manat olacaq təxminən? Neçə manata olacaq təxminən? Yaxşı, neçə manat olacaq təxminən? Yaxşı, problem deyil. Neçə manata olacaq təxminən? Which means, okay, no problem. Approximately how much will it cost? Approximately how much will it cost? Yəni neçə manata olacaq təxminən? Yol bağlı olsa təxminən 7 manat olar. Yol bağlı olsa təxminən 7 manat olar. There is a traffic about 7 manat. There is a traffic about 7 manat. Yol bağlı olsa təxminən 7 manat olar. Mən kartla ödəyə bilərəm, yoxsa nağd? 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 Means, can I pay by card or is it cash only? Is it cash only? Is it cash only? Can I pay by card or is it cash only? Mən kartla ödəyə bilərəm, yoxsa yalnız nağd? Mən kartla ödəyə bilərəm, yoxsa yalnız nağd? Means, can I pay by card or it's only cash? Təəssüf ki, burada yalnız nağd qəbul olunur. 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 Means, unfortunately, only cash accepted here. Only cash is accepted here. Unfortunately, only cash is accepted here. Only cash is accepted here. Oldu, heç problem deyil. Oldu, heç problem deyil. Oldu, heç problem deyil means alright, no problem. Alright, no problem. Tamam, çox sağ olun. Tamam, çox sağ olun. Tamam, çok sağ olun means, it's easy. Okay, thank you. Okay, thank you. Tamam, çok sağ olun. And that's all. I hope you enjoyed and like it.
If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. So, sağ olun. Görüşene dek, I will say, but also I will remind you that don't forget to like, share, and subscribe for more learning tips. Sağ olun. Görüşene dek.